Təbii ki, biz arzulayaq ki, o sizin söylədiyiniz o bütün davranışlar ki var, o tədbirlər, o cəzalar və s. hamısı bizim ölkədə olsa, mən hesab edirəm ki, mühasiblərin işi də biraz asanlaşır, məsuliyyətimiz də azalar. Mənim üçün çox maraqlı olan nə oldu, Turan müəllim? Axırıncı sizin söylədiyiniz var idi ki, çeki tələb etmək məsuliyyəti alıcının boynuna qoyulsun. İnanırsınız, bu bizdə olsa, baş tutsa, mən elə gəlir 1.6 bazarda binəylə sədərəki düzəltmək olar. Tam. Mən belə başa düşürəm. Yəni orada bütün qayda qanunuya əməl eləmək olar. Vətəndaş özü çəki istəsin. Bildiyiniz kimi, Mehdi müəllim, vergi məcəlləsinə ötən il edilmiş dəyişikliklərə əsasən kənd təsərrüfatı bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla digər bazarlarda obyekt uçotu məsələləri ilə bağlı müddəalar əlavə olunub 16-cı maddəyə, eyni zamanda sanksiyalar maddəsinə. Nə etməlidirlər? Bu barədə danışaq elə maraqlı olar. Çox qısa. Hə, qısa danışaq. Mənə biraz mikrofon verində sonra almaq çətin olur. Demək, məsələ nədir? Bu bazarlar, birinci bazarın mülkiyyətçiləri və ya idarəçiləri nə etməlidirlər? Bazarda təsərrüfat subyektləri uçota alınmayıbsa, onların fəaliyyətinə icazə verməməlidirlər. Şərait yaratmamalıdır. İndiki bizdə var, onların motivləri var artıq. Aprelin 1-dən də nəzarət tədbirləri başlayacaq. Bilirsiniz ki, 6 ay müddət verilib, oktyabrın, aprelin 1-nə qədər. Amma o keçən il idi. Keçən oktyabrın 1-dən, bu il aprelin 1-nə qədər müddət nəzarət tədbirləri, uçotun düzəldilməsi üçün qanunverici ilə verilən müddətdir. Artıq aprelin 1-dən müvafiq sanksiyaların tətbiqi nəzərdə tutulan, qüvvəyə minməsi nəzərdə tutulur. Daha doğrusu yoxlamaların başlaması nəzərdə tutulur. Çox önəmli məsələdir. Yəni çox yaxında az qalıb. Yəni həftələr qalıb ki, artıq o məsələdə öz əlini tapsın. Sağ olun Turan müəllim. Təşəkkür ederim maraqlı mövzuya görə. Bizim çay kofe fasiləmizə qədər yalnız 2 şəxs, deməli siz ikiniz bir yerdə səhv eləmirəmsə, biz bura sizi dəvət edirəm bir daha, Ramil müəllim, Atif müəllim. Bizim mövzumuz olacaq şirkəti maliyyə sanksiyaları və cərimələrdən necə qoruya bilərik. Yəni siz ikiniz artıq özünüz bir-birinizi nizamlayacaqsınız inşallah. Təbii ki, istəyərdim burada da biraz məsuliyyət məsələlərinə toxunasınız. Buyurun. Salam, hər kəsi xoş gördük. Əvvəla özümü təqdim edeyim. Mən Teymurov Ramil və həmkarım Abbasov Atif. Bugün sizlərə Tural müəllimin çıxışından fərqli olaraq könüllü deyil də məcburi vergi tutmadan danışacağıq və əgər biz bu qaydalara əməl eləməsək, bizi nələr gözləyir, hansı sanksiyalarla qarşılaşacağıq, bununla bağlı çıxış eləyəcəyik. Və fikrimcə, bu mövzu bizim həm də tədbirin, forumun məsuliyyətli mühasib konseptinə uyğun bir çıxış olacaq. Ümid edirəm ki, sizlər də bu çıxışı bəyənərsiniz. İlk olaraq başlayaq, deməli, məsuliyyətli mühasibdən. Bilmək lazımdır ki, mühasibin elədikləri hər bir əməliyyat gələcək dövrdə müəyyən bir vaxtdan sonra şirkətlər üçün ciddi şəkildə maliyyə sıxıntısına, maliyyə etkisinə səbəb ola bilər. Və buna görə də həmin anda, həmin zamanda mühasib fikirləşməsin ki, mən hesabatı verdim, vergiləri ödədim, heç bir problem yoxdur, vaxtında bütün qaydalara riayət elədim, amma belə deyil. İndi ola bilər, biz hesabatı verdik. Hesabat verilən zaman vergi orqanları tərəfindən kameral vergi yoxlaması zamanı həmin o uyğunsuzluq ortaya çıxa bilər, həmin o uyğunsuzluq aşkar oluna bilər. Və həmin o uyğunsuzluğa cavab olaraq da biz dəqiqləşmiş hesabat və ya izahat məktubu ilə həmin o uyğunsuzluğu aradan qaldıra bilərik. Bəzən elə bir hallar olur ki, həmin bu uyğunsuzluğu biz, daha doğrusu vergi orqanları kameral vasitəsilə aşkar edə bilmir. Həmin bu uyğunsuzluq gələcək dövrdə səyyar vergi yoxlaması zamanı tam şəkildə üzə çıxır və həmin məbləğ də, indi maddəni də qeyd edəcəm sizə, vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcədən yayındırılmış vergi məbləğinin 50% qədəri ilə həmin o şirkətə maliyyə sanksiyası tətbiq olunur. İndi fikirləşə bilərsiniz, bəlkə də indi bir xırda bir məbləğ oldu. Yəni, burada söhbət xırda məbləğdən getmir. Həmin məbləğ gələcəkdə şirkətin birbaşa iqtisadiyyatına, birbaşa onun gələcək siyasətinə də təsir göstərə bilər. Çünki artıq şirkətdə ciddi şəkildə həmin o vergi ilə əlavə, bərpa edilmiş vergi ilə əlavə onun sanksiyası da var. Ona görə də kifayət qədər böyük ciddi maliyyə etkisinə səbəb ola bilər. Bir daha təkrar edirəm, bəzən mühasiblər olur ki, hesabatı verir və fikirləşir ki, artıq hesabat təsdiqləndi. Uyğunsuzluq gəlmədi, heç bir problem yoxdur. Demək ki, hər şey əladır, hər şey qaydasındadır. Amma elə deyil. Bir məqamda diqqətinizə çatdırım ki, son dövrlər şirkətlərin vergi hesabatlarını audit etdiyimiz zaman, bildiyiniz kimi mən konsalting şirkətindəyəm, bəzən şirkətlər rəhbərlik tərəfindən bizə müraciət edir ki, bizim əvvəlki dövrün vergi hesabatlarını da analiz edin, oradakı risklərin
Lazım gələrsə analiz edin, bildirin, lazım gələrsə onları bərpa edərik. Və bu analiz zamanı çox vaxt nəyi müşahidə edirik? Ümumi olaraq, komanda olaraq görürük ki, xüsusən də mənfəət verici bəyannaməsində xərclər hissəsində qeyd olunan xərcləri mühasiblər düzgün şəkildə təsdiqləşdirə bilmirlər. Məsələn, indi bizdə var gəlirdən tam çıxılan xərclər. Sonra gəlirdən norma daxilində çıxılan xərclər var və gəlirdən çıxılmayan xərclər var. Mühasib fikirləşir ki, gəlirdən tam şəkildə çıxılan xərcdir. Mən bunu tam şəkildə xərcə yazıb, belə deyim də, vergi öhdəliyin daha aşağı göstərə bilərəm. Hətta onu da qeyd edim ki, yoldaşlar, bu səhvlər bəzən mühasibin öz savadsızlığı ucbatından, öz bilgisizliyi ucbatından yaranır. Bəzən, belə deyim də, bu səhvləri bilərək eləyir, daha az vergi məbləği, vergi öhdəliyi formalaşdır. Bəzən isə hər hansı bir şəxsin, yəni indi burada hamımız bilirik, göstərişi ilə, həmin o şəxsin tapşırığı ilə həmin o vergi məbləğini daha aşağı şəkildə göstərə bilir. Amma unutmaq lazım deyil ki, gəlirdən tam çıxılan xərc olsa da, mən bunu hesabata tam əks elətdirsəm də, bunun arxa tərəfi var, sənədləşmə tərəfi var. Mən bu sənədləşməni düzgün şəkildə qurmalıyam. Və gələcəkdə səyyar vergi yoxlaması zamanı bu səhvlər aşkar olunarsa, ümumi olaraq yoxlama zamanı vergi orqanının əməkdaşları tərəfindən bu sənədlər tələb olunarsa, bu sənədləri mən ona təqdim edə bilməsəm, həmin məbləğ mənfəət vergi bəyannaməsində xərclərindən çıxarılacaq və həmin məbləğin 50% miqdarında da, yəni azaldılmış verginin 50% miqdarında da maliyyə sanksiyası tətbiq olunacaq. Bundan başqa gəlirdən norma daxilində çıxılan xərclər. Yəni biz bunlara amortizasiyadır, təmirdir, ezamiyyətdir, daha sonra yemək xərcləri və digər xərcləri göstərə bilərik ki, mühasiblər yenə də bunlarda müəyyən bir səhvlər eləyirlər. Məsələn, gündəlik yemək norması hər adam başına 5 manat nəzərdə tutulub, amma görürsən ki, bunlar 6 manatdan yeməyi alıb, tam şəkildə xərcə sala bilirlər. Və ya ezamiyyətlə bağlı yenə eyni qaydada. Gündəlik ezamiyyət norması dəyişir. Hər bir regiona görə, hər bir ölkə görə, ölkə daxilində olsa belə yenə də dəyişir. Və görürsən ki, daha artıq məbləğdə pul veribdilər və həmin məbləğdə tam şəkildə xərcə salırlar. Yəni, bu da gələcəkdə bizdə bir mənalı olaraq risk yaradır. Yəni, məsuliyyətli mühasib həm də bunları dərk eləməlidir. Düzdür, sahibkar ona deyə bilər. Sahibkar deyə bilər ki, hə, bu qədər xərcləmişəm, bunları tam şəkildə hesabatda göstər. Amma məsuliyyətli mühasib bunun dəyərin, bunun gələcəkdə şirkətə gətirəcəyi maliyyə sanksiyasını, cəriməni, problemi, belə deyim də, daha qabarıq şəkildə ona izah eləməlidir ki, hətta belə bir şey qarşıma çıxıb, onu istəyirəm sizlə bölüşüm. Bəzən şirkət sahibləri hər hansı bir, belə deyim də, yollarla təsir eləmək istəyir ki, hə, daha aşağı vergi verək. Gələcəkdə bununla bağlı hər hansı bir problem yarananda, həqiqətən real olan bir şey deyirəmsə, real olan bir faktı deyirəm, əvvəl işlədiyim müəssisədə olub. Şirkətin rəhbəri, sahibkar gəlib deyir ki, mühasibə, mən bilmirdim bu məsələni. Yəni, gələcəkdə bizə belə bir, belə deyim, cərimə gətirib çıxardacaq. Siz mənə niyə izah eləmirdiniz? Yəni, ona görə də lazımdır ki, biz həmin o səhvləri zamanında, vaxtında aşkar eləmək, hesabatı düzgün şəkildə, qaydalar çərçivəsində, qanunvericidə uyğun olaraq təqdim edək. Və gəlirdən çıxılmasına icazə verilməyən xərclər də var ki, yoldaşlar, bu da, belə deyim, gəlirin əldə olunmasına bağlı olmayan digər xərclər var. Bundan başqa norma daxilində, normadan artı olan xərclər var ki, bunlar da gəlirdən çıxılmasına icazə verilməyən xərclərdir. Və mühasiblər həmin bu gəlirdən çıxılmayan xərcləri həm mənfəət vergi bəyannaməsində göstərir, həm də ədvə bəyannaməsində həmin o gəlirdən çıxılmasına icazə verilməyən, qeyri-kommersiya məqsədlə alınan, belə deyim də, xidmətləri və ya digər məhsulların qayməsini də əvəzləşdirirlər. Yəni, unutmaq lazım deyil ki, buna görə vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında və artıq vergi məcəlləsindən yeni bir maddə daxil oldu, üfüqi monitorinq. Üfüqi monitorinqə əsasən də 25% miqdarında maliyyə sanksiyası tətbiq olunacaq. Ramil mənim xərclərdən danışdı. Təbii ki, gəlirlərdən danışmasaq olmaz. Hər bir şirkətin gəlirləri olduğu, xərclər olduğu kimi gəlirlərimiz də vardır. Xərclərimizin yaranma mənbəyi təbii ki, o gəlirlərdir. Biz bildiyimiz kimi 2026-cı ildən etibarən artıq məcəlləyə nə gəldi? Var idi əvvəldən, azad olmamız var idi. Gəlir vergisi gəldi, fizik şəxsin muzlu işlərə qədər gəlir vergisi gəldi. Diqqət etməli olduğumuz bəzi məqamlar var. Biz məcəllədə ayıranda həmişə neft qaz sahəsində fəaliyyəti olan və olmayan və dövlət və qeyri-dövlət deyə ayırırıq. Meyarlar vardır, bunu təsdiq edən meyarlar vardır. Yəni, bir vergi ödəyicisinin hansı fəaliyyət sahəsinə aid olduğunu öyrənmək üçün. Meyarlarda nə buyurulur? Meyarlarda buyurulur ki, əgər bir vergi ödəyicisinin gəlirlərinin 50% və daha yuxarı hissəsi
neft qaz sahəsində fəaliyyəti olan hər hansı bir vergi ödəyicisindən gəlirsə, o artıq məcburi surətdə öz gəlirlərini, işçisinin gəlirlərini dövlət sektorunda olduğu kimi, yəni 14% dərəcəli 2500 manata qədər gəlir vergisini cəlb etməlidir. Keçən ildə əsas məsələlərdən birinə bugün tətbiq etdiyimiz, daha doğrusu tərtib etdiyimiz ən çox bəyannamə olaraq ən çox tərtib etdiyimiz hesabat yəqin ki, əlavə dəyər vergisinin bəyannaməsidir. Yəni ən azından ayda bir dəfə göndəririk. Dəqiqləşmə verdiyimiz dövrlər də olur. ƏDV bəyannaməsində təşəkkürlər. ƏDV bəyannaməsində bayaqları Radil müəllim də qeyd elədi, çox yaxşı bir söz qeyd elədi. Eyni zamanda müəllim də bayaqlar indi yoxdur, qeyd elədi. Mühasib öz çalışdığı müəssisəni öz evi kimi, belə deyək, öz subyekti kimi, öz sahibkarlıq subyekti kimi görür. Bu əla bir şeydir. Amma bəzən nələrlə qarşılaşırıq? Mühasib verginin ödənilməsi üçün yox, verginin azaldılması üçün bəzi təkliflər irəli sürür. Nə olur nəticədə? Kommunal vergi yoxlamasında tutulmasa da, Rami müəllimin qeyd etdiyi kimi, səyyar vergi yoxlaması nəticəsində bunlar aşkara çıxanda həm bir maliyyə sanksiyamız yaranır, həm də vergi ödəməli oluruq. Ona görə əvvəldən vergi ödəməli oluruq. Nə qədər dərəcələ vergi ödəyəcəyik? Yoldaşlar, mənfəətə cəlb olunan bir hər hansısa, həm mənfəətə, həm əlavə dəyər vergisi məqsədləri üçün olsa, orta hesabla desək, əgər bir məbləğimiz varsa, 57% miqdarında vergi ödəyəcəyik. 57% hardan əmələ gəlir? 20% mənfəət vergisi, 10% onun sanksiyası, 18% ƏDV və 9% də onun sanksiyası. Yəni 50%, 9% onun sanksiyası olacaq. Sonra yoldaşlar, nəyimiz var idi? 58.4-cü maddə bildiyimiz üzrə ƏDV qeydiyyatı maddəsidir. ƏDV qeydiyyatı olmalı olduğumuz dövrdə, yəni məcburi və yaxud da könüllü ola bilər ƏDV qeydiyyatı. Məcburi şəkildə ədəvi qeydiyyatı olmalı dövrümüzdə. Əgər ədəvi qeydiyyatından keçmədən fəaliyyət göstərmişsə, əvvəlki aylarda hansı ki məcburi olmalı idi, o məbləğlərin, büdcə hesablama ədəvi məbləğləri qədər vergi hesablanıb, eyni zamanda üstünə sanksiyası gəlinib, dövlət büdcəsinə ödəniləcək. Böyük maddi itkilərin təbii ki, səbəb olacaq. Yəni, gəlirlərimizin uçotunu aparmağın önəmlərindən biri də buradadır. 58.6-cı maddə nə idi yoldaşlar? Əvəzləşmə, daha doğrusu ƏDV ödənişlərlə bağlı. Ödəniş qərarı verilirsə, bəzi buradan əvvəlki 58.1-dən danışsaq, yəni vergini azaltmaq, daha doğrusu dövriyyəni azaltmaq mənim möhtəlimdə olmasa da, bəzi hallarda mənim möhtəlimdə, daha doğrusu belə deyək, mənim səbəbimdən olmasa da, sahibkarın səbəbindən olsa da, bu ödəniş qərarları birbaşa olaraq mənim məsuliyyətimdədir, mühasibin məsuliyyətindədir. Ödənişi eləyən mən olmalıyam. Ödənişi elədim, əsas bank hesabını ödədim. Əlavəni bir gün ərzində, bir bank iş günü ərzində ödəmədimsə, maliyyə sanksiyası tərtib olunacaq. ƏDV-nin 50% qədər. Bir də yoldaşlar, hamımızın qarşılaşdığı əməliyyatlar nədir? Qeyri-rezidentlər olan əməliyyatlarımızdır. Qeyri-rezidentlərə münasibətdə 18% dərəcələ vergi tutmalıyıq xidmətlərdən. Amma deyək ki, şirkətimiz bizimlə məşğul olur əsas etibarilə, reklam alırıq, reklam xidmətləri alırıq. Reklamla 10% ƏDV, 10% ÖMV-yə cəlb olunmalıdır. Bağlayırıq biznes karta, biznes kartın aylıq olaraq çıxır, heç nəzarət eləmirik bəzi hallarda. Amma bu daimi nəzarəti getməlidir bunların. Həm 10% dərəcə ilə ÖMV-yə salınmalıdır, ÖMV verilməlidir. Nəyə görə? Mənfəətə rahat-rahat xərclənə bilək deyə. Eyni zamanda 18% ədəviyyəyə cəlb olunmalıdır. Ödəmiş isə pulunu həm əvəzləşməyə, həm də ki, öhdəliyə salacağıq. Ödəmir isə sadəcə olaraq öhdəlik hissəsinə. İndi digər məqamlarda diqqətinizə çatdırım. Mühasib tək uçotu qurum, uçota uyğun olaraq gündəlik hesabatları, aylıq, rüblik, illik hesabatları hazırlayın, bundan kifayətlənmir. Mühasib həm də, bayaq bir bəy var idi, o qeyd elədiyi kimi, şirkətə bəzən sahibkardan daha çox can yandırmalıdır ki, şirkətin gələcəyi, şirkətin iqtisadi faydası dayanmadan artsın. Yəni, bu da əsas uçotun əsasına formalaşır. Yəni, düzgün olmayan uçot şirkəti uçuruma apara bilər. Yəni, bundan əlavə olaraq, yoldaşlar, şirkət əgər parakəndə ticarətlə məşğul olursa, burada bilməli olduğu bir neçə qaydalar var, bir neçə məqamlar var. Onları istəyirəm diqqətinizə çatdırım. İlk olaraq, vergi məcəlləsinin 58.13-cü maddəsinə əsasən, əgər parakəndə ticarətlə məşğul olan hər hansı bir ticarət obyekti varsa, o fikirləşməsin ki, elə mənim burada ticarət obyektidir, burada mən parakəndə satışlar həyata keçirə bilərəm. Amma vergidə yanaşma belə deyil. Vergidə yanaşma odur ki, 58.13-cü maddəyə əsasən, həmin o obyekt mütləq şəkildə parakəndə ticarət obyekti olmalıdır. Yəni, istehsal obyektindən və ya topdan satış obyektindən, bundan başqa ambardan sən parakəndə şəkildə mal təqdim edə bilməzsən. Yəni, obyektinin təyinatı da həmin o məcəlləyə əsasən parakəndə satış obyekti olmalıdır. Yaxşı, əgər mən bunu bu şəkildə elədim, məhsullarımı satdım, amma obyektin təyinatı parakəndə satış obyekti deyil. Bu zamanda 58.13-cü maddəyə əsasən təqvim ili ərzində birinci dəfə üçün belə hal baş verərsə,
10%, əməliyyat məbləğinin 10%, ikinci dəfə 20%, 3 və daha çox olduqda isə 40% miqdarında maliyyə sanksiyası tətbiq olunur. Ona görə də vaxtaşırı mühasiblər rəhbərliyi qanunvericiliklə bağlı, qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirməlidir. Digər məsələ, mən obyektin təyinatını artıq elədim, pərakəndə ticarət obyekti. Yəni elə fikirləşməyin ki, bununla da yenə də bizdə maliyyə sanksiyası olmayacaq. Yenə olacaq. Məsələ nədir? Məsələ həmin o kassanın quraşdırılması vacib olan obyektlərdədir. Belə ki, əgər sən həmin o mağazada, həmin o pərakəndə ticarət obyektində kassa quraşdırmısansa, o kassa mütləq şəkildə vergi məcəlləsinin 50.8-ci maddəsinə qeyd olunan tələblərə cavab verməlidir. Yəni indi orada çekin üzərində müəyyən məlumatlar var ki, onlar öz əksini tapmalıdır. Bundan başqa həmin o nəzarət kassa aparatı vergi orqanlarına düzgün şəkildə inteqrasiya eləməlidir. Hər şey əla, bunları da yoluna qoyduq. Bizi yenə sanksiya gözləyir. Bu sanksiya nədir? Bu sanksiya ondan ibarətdir ki, bunları yoluna qoysaq da biz pərakəndə ticarət zamanı düzdür, indi deyəsiniz, bunların mühasiblərə hardasa nə aidiyyatı var, amma mühasib də vaxtaşırı rəhbərliyi və digər bununla bağlı səlahiyyətli şəxsləri məlumatlandırmalıdır ki, sən əgər müştəriyə satış zamanı çek təqdim etməsən, post terminalın olsa belə, post terminalla nağdsız ödənişlərdən imtina etsən, həmçinin satdığın məbləği, satış məbləğin real məbləğdən daha az göstərsən, yəni bu da gələcəkdə şirkətə maliyyə sanksiyasına səbəb olacaq amillərdəndir. Bu qaydaların pozulmasına görə də birinci dəfə üçün belə olarsa, belə bir hal baş verərsə 1000 manat, ikinci dəfə üçün 3000, 3 və daha çox olduqda isə 6000 manat maliyyə sanksiyası tətbiq olunur. Bu yaxınlarda bir şirkətin, Kroasiyamızda olan bir şirkətin hesabatlarına baxıram. 2025-ci ildə tam 4 dəfə bu şirkəti sadaladığım məsələlərə görə cəlməliyiblər. 2 dəfə 6000, bir dəfə 3000, bir dəfə də 1000 manat. Yəni bu da təqvim ili ərzində nəzərdə tutulub. Digər məqam isə deməli, burada pərakəndə ticarətlə bir dənə də məqamı diqqətinizə çatdırım. Pərakəndə ticarətlə artıq mənim kassamda var, obyektimin təyinatı da uyğundur, hər şey uyğundur, müştəriyə kassa çeki də təqdim edirəm. Yenə də problem varmı, sanksiyaya məruz qala bilərəmmi? Bəli. Burada digər məsələ isə onu qeyd edeyim ki, bir nəzarət kassa aparatı çeki üzrə, yəni bir kassa çeki üzrə satışın məbləğinin 4000 manatdan artıq olan hissəsi mütləq şəkildə nağdsız qaydada olmalıdır. Bu da Azərbaycan Respublikasının nağdsız hesablaşmaları haqqında qanunun 3.4.11-ci maddəsinə əsasən tənzimlənir. Burada nəqliyyat vasitələrinin və digər qiymətli daşqaşların satışı istisna olmaqla digər satışlar zamanı mütləq şəkildə bu qaydaya riayət eləməliyik. Fərz edək ki, biz elektronika satışı ilə məşğuluq. Bir neçə məhsul satmışıq və bir kassa çeki üzrə vurulan məhsulların sayı 5000 manatdır. Nağdsız hesablaşmalar haqqında qanun tələbi nədir? Bunun 4000 manatlıq olan hissəsi mütləq şəkildə, daha doğrusu 4000 manatdan çox olan hissəsi mütləq şəkildə nağdsız qaydada olmalıdır. Yəni mən burada 4000 manatı nağd qaydada qəbul edə bilərəm. Lakin 4000-dən yuxarı olan hissəni ya post terminalına, ya indi qarşı tərəfə hesabımı verməliyəm ki, mənim bank hesabıma təqdim elə. Yəni bu şəkildə bu əməliyyatı da aparmaq lazımdır. Yox, əgər biz bu qanunvericiliyin bu qaydasını pozsaq, vergi məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar haqqında qanun 3.4.11-ci maddəsinin pozduğumuz üçün təqvim ili ərzində əməliyyat məbləğinin ilk dəfə olarsa əməliyyat məbləğinin 10%, ikinci dəfə üçün 20%, 3 və daha çox olduqda isə 40% miqdarında maliyyə sanksiyası bizi gözləyir. Odur ki, bu qaydalara, bu qanunlarda riayət eləmək lazımdır. Malların satışı ilə danışdıq, indi keçən malların alışına. Yəni bəzən olur ki, hətta elə biri mən özüm hər hansı bir şirkətə mal satanda onun qayməsindən bir yerdə müqavilədir, digər sənədlərdə hamısının qaydasında paketləyirəm, göndərirəm malla bir yerdə. Amma malı alan zaman, xidməti alan zaman qarşı tərəf çox zaman onu eləmir, o qaydalara riayət eləmir. Hətta həmişə tələbələrdə deyirəm, malların alışı onsuz da gəlirlərdə bir problem yoxdur. Gəlirlərdə biz rahat şəkildə bəyan edə bilərik. Problem xərclərdədir, o həmin məhsulu xərcə salmaqdadır. Ona görə də diqqətli olmaq lazımdır ki, həmin o məhsulların alışı zamanı düzgün rəsmiləşdirilmə getsin. Əgər səyyar vergi yoxlaması gəldi, baxdı ki, bizim faktiki olaraq alışımız yoxdur, amma ambarımızda mal var. Yəni həmin o mal artıq onda sual yaradacaq, bu malın alışı yoxdur, bunu necə rəsmiləşdirmişsiniz və bu həmin məhsul, indi Atif bəy əmtəsiz əməliyyatlardan danışacaq. Sadəcə mən sanksiya hissəsini deyim, həmin o məhsul artıq sənədi olmadan almışamsa, həmin o məhsula yeni bir dəyər çıxardır. O dəyərin ilk dəfə
birinci dəfə bu pozuntuya yol verdikdə 10%, ikinci dəfə üçün 20%, 3 və daha çox olduqda isə 40% miqdarında maliyyə sanksiyasına məruz qalırıq. Vergi ödəyicisinin xaricdəki bank hesabları barəsində məlumatın verilməməsi, hər hansı bir deyək ki, misal üçün Dubayda bank hesabınız var, istifadə edirsiniz orada sahibkarlıq məqsədləri üçün 100% dərəcədə ora gələn bank hesabına gələn pulların, məbləğlərin vergi orqanına bildirilməməsinə görə 100% həmin pullar miqdarında 100% miqdarında maliyyə sanksiyası tərtib olunubdur. Əmtəəssüs əməliyyatlardan danışmaq istəyərdik, amma biraz çox uzun çəkəcəyi üçün gərək ona görə üzr istə biləsiniz bizi, çünki girə bilməyəcəyik. Vaxt həqiqətən çox qısadır. Amma belə deyək ki, son dövrlərdə kimə gəlir bir vergidən bildirişi riskli olması ehtimal edilən qaymə fakturalar haqqında sizə gəlir? Hansı səbəbdən gəlib? Xidmət qayməsi almışdıq və layihədə də həmən xidmət, biz də xidmət fəaliyyəti kodu aldıq ki, həmən xidməti sata bilək. Qayməni tərtib edən sizdiniz, yoxsa alan siz idiniz? Qaymən kodunu yoxlamaq lazımdır. Bəli, hamısı yoxlanır. Hamısı düzdür. Cavab yazmışıq, hər şeyi göndərmişik. Boya bizdəndir, layihədə iştirak edirik. Hansı layihədə iştirak edir, o belə yazılıb, hansı boyalar istifadə olunub, onlar belə yazılıb. Satılan qaymələr belə göndərilibdir. Qarşı tərəflərə yəni hansısa kod tələb edirlər, lisenziya tələb edirlər, lisenziya tələb edirlər. Müstəqil fəaliyyətdir, binanın divarlarının boyanması. Vergiyə məktub yazmışıq, bizə hələ bir cavab gəlməyibdir. Bütün işçilərin əmək müqavilələrinin göndərmişik, əmək haqqı kartlarını var, hamısını yoxlamışıq. Qarşı tərəfin işçiləri, Qarşı tərəfin, yəni onlardan ustalarında hər şeyi yazıb göndərmişik. Amma bilmirik hələ nə olacaq. Bizə də çox gəlir o bildirişlərdən. Əsas etibarilə nə olur? Ya satdığınız, daha doğrusu aldığınız, ithal etdiyiniz mallar barəsində o profildə olan mal məlumat yoxdur, ya aldığından daha çox sata bilər. Və yaxud da 10 dənə alıb deyək ki, 20 dənə sata bilər sizə. Və yaxud da təqdim eləyən xidmət olsa, təqdim eləyən qurum, yəni təqdim eləyən müəssisənin həmin idxalında o təqdim etdiyi mallar da olmaya bilər və yaxud da belə deyim, müvafiq işçi qüvvəsi olmaya bilər ki, əmək müqavilələri deyirsiniz var. Fəaliyyət kodu ilə qaymənin kodunu yoxlamaq lazımdır. Qaymədə kəsdiyi hamısı düzdürsə, onda cavab yazsanız qəbul edəcəklər. Yəni bir problem olmayacaq. Qarşı tərəfdən də eyni gündə 15 gün, yəni belə deyək, faktiki yerində görülən bir şeylər olmadığı üçün risklə ehtimala dayanır ona görə. Bəli. Ehtimala dayandığı üçün o bildirişlər gəlir sizə. Bildirişlərə cavab verdiyiniz anda 5 gün müddətində yoxlama həyata keçiriləcək, cavab gələcək sizə. Yəni biraz vaxt çox çəkə bilər. Təbii ki də normaldır. Yoxlama prosesi çəkə bilər. Çox sağ olun. Bizdə də çox olur. Biz sual-cavab yerinə keçəcək. İndi yox, təbii ki, bu çay-koy fasiləsindən sonra panelimizin sonunda müəyyən bir neçə dəqiqə bir suallara yer ayıracaq. Sağ olun. Rica edəcəm xanımdan fasilədə Olar. Siz yekunladınız mı çıxışında? Mən sizin hər ikinizə təşəkkür edirəm. Təbii, sağ olun, çox sağ olun. Həqiqətən maraqlıydı. Təbii, burada mən belə başa düşdüm ki, vergi məcəlləsinin ən, belə deyək də, qorxuducu maddəsi olan 58-i siz belə geniş şərh verdiniz. Təbii ki, burada məsuliyyəti biz təkcə mühasib üzərinə yox, mən belə hesab edirəm ki, həm də rəhbərlik də var. Siz özünüz vurguladınız ki, misal üçün mənfəət bəyannaməsində, məsələn, vergiləri aşağı-yuxarı eləmək üçün bəzən xərclərə baxmayaraq ki, elektron qayma fakturası var, biz onu xərclərə aid edirik. Kameral yoxlamada müsbət çıxır, amma səhər vergi yoxlaması zamanı ola bilsin az sənədlərdə qeyri-dəqiqlər olsun və buna fikir edilməsinə önəm verdiniz. Amma bu tapşırığı verən kimdir? Rəhbərlik. Rəhbərlik və rəhbərliyin o tapşırığına qulaq asıb əməl edən kimdir? Mühasiblər. Yaxşı, bəs onda mühasiblərə nə çağır eşədə? Niyə edir bunu? Etsin, etməsin. Deməli, o məsələlər məhdudlaşdırılmalıdır. Bilirəm, bizə burada təsir edən amillər var, bizim məvacimiz var, bizim işimizi əlimizdən çıxmaq məsələsi var, işsiz qalma ehtimallarını düşünürük və s. Təbii ki, bu da bizim kənar bir məişət, ailə məsuliyyətimiz qarşısında da düşünürük ki, yox, qoy mən rəhbərin tapşırığını yerinə yetirim, hətta qanusu belə olsa, amma işimi itirməyim. Yəni ki, biz bir mesaj da verməliyik ki, mühasiblərə ki, bu məsuliyyəti başa düşsünlər ki, o dediyiniz o gəlir və xərc hissələrindəki o, belə deyək də, saxta sifarişlərə, yalan, uydurma, belə deyək, göstərişlərə biz uymamalıyıq və məsuliyyətimizi hiss eləməliyik və bəyannamələrimiz o 58-in təsirinə düşməsin. Təşəkkür edirik.